Deməli, indiki mətnimiz oldu papaq. Növbəti mətnimiz, yəni papaq. 4 nəfərlik dəstə 4 nala çapırdı. Kazaklar az qalırdı onları haqlasın. Birdən qarşıda dərin bir uçurum göründü. Dörd nəfərli dəstə 4 nala çapırdı. Kazaklar az qalırdı onları haqlasın. Birdən qarşıda dərin bir uçurum göründü. Atlılar ehtiyatlandılar. Lakin kazakların sayca onlardan çox olduğunu güman etdikləri üçün dayanmağın ölümə bərabər olduğunu düşündülər. İləri getmək də təhlükəli idi. Uçurum onları uda bilərdi. Yaxşı təlim görmüş atlar uçurumun üstündən atlanıb o biri taya keçdilər. Kazaklar isə son anda atlarının başına çəkib dayandılar. Bələd olmadıqları bir yerdə özlərini təhlükəyə atmaq mənasız idi. Dəstə bir həftə öncə məcburən tərk etdiyi Çəçəmən kəndinə yaxınlaşmışdı. Onlar böyük xatadan qurtulmuşdular. Ancaq Oruc ağanın ürəyi qan ağlayır, dərd içini yandırırdı. Desinmi, deməsinmi, lakin qürurundan dillənmirdi. İsrafil birdən atasını yeni görmüş kimi təəccüblə ona baxdı. Həyəcanla soruşdu. Ağam, papağın hanı? Oruc ağa kədərli halda. Ağ yalda güllə yerə saldı, dedi. Araya soyuq sükut çökdü. Kərəmin fikirli gəldiyi yollara boylanması atası İskəndərin gözündən yayınmadı. Sükutun soyuq buzlarını İsrafil parçaladı. Mən gedib gətirərəm, amma sabah. İndi ora getmək təhlükəlidir. Oruc ağanı elə bir ildırım vurdu. Bu da onun öyündüyü, güvəndiyi oğlu. Bir xeyli heç kəs dinmədi. Nəhayət Oruc ağa dilləndi. Yaxşı, siz gedin. Bəs sən? İsrafil soruşdu. Elimizin adətidir, oğul, kişinin papağı başında olar. Demirsən, sabah gətirərəm. Mən də sabah evə gedərəm. Dəstədəkilər Oruc ağanın inadından dönmədiyinin dəfələrlə şahidi olduqları üçün sustular. Qəfildən at ayaqlarının tappıltısı eşidildi. Dərəni toz duman bürüdü. Baxışlar Kərəmin getdiyi səmtə ağ yala dikildi. Kərəmin papağın dalınca getdiyini anlayan İsrafil sanki qəflət yuxusundan ayıldı. Çevik bir hərəkətlə atının belinə sıçrayıb Kərəmin arxasınca çapdı. İsrafil ağ yala çatanda gördü ki, Kərəm güllə kimi gəlir. Papaq da əlində. Kazaklar da onu təqib edirlər. Təqib etmək izləməkdir də. Kazaklar da onu təqib edirlər. O özünü itirmədən yaxınlıqdakı kolluqda gizləndi. Kazakların diqqətini yayındırmaq üçün dalbadal ateş açdı. Kərəmə də elə bu lazım idi. Atını çapıb uzaqlaşdı. Gənclər kişilərin yanına qoşa gəldilər. Kərəm yəhərdən yerə sıçrayıb papağı Oruc ağaya verdi. Kişi dilucu dilağız elədi. İzlə dəqiqə uşaqlar. Bilirəm də Kənan, dedim axı bircə dəqiqə. Aha, İsrafil tez dilləndi. Bilirsiniz nə elədi? Kazakların onu tutmaq üçün atdıqları kəməndi xəncərlə göydə doğradı. Oğlunun hünərindən xəbər olan Oruc ağa onu tərs-tərs süzdü. İskəndərin isə ürəyi böyüdü. Fəxrlə oğlu Kərəmə baxdı. Qaçaq Kərəmlə bağlı bir mətndir. 411-ci sual. Mətnə əsasən səbəbini müəyyən etmək mümkündür. Dəstənin təqib edilməsini. Burada deyir ki, Kərəm güllə kimi gəlir, Kazaklar da onu təqib edir. Amma Kazaklar onu niyə təqib edir? Bu haqda mətndə məlumat yoxdur. İsrafilin atasına təəccüblə baxmasının. İsrafilin atasına təəccüblə baxmasının. İsrafil kimdir? Deyir, İsrafil birdən atasını yeni görmüş kimi təəccüblə ona baxdı. Papağın hanı? Deməli, İsrafilin atasına təəccüblə baxmasının səbəbi atasının başında papağının olmamasıdır. Deməli, bunun səbəbini müəyyən eləmək mümkündür. İkini götürürəm. Təqibin sona yetməsinin səbəbi.
Kazakların diqqətini yayındırmaq üçün dalbadal atəş açdı, o da atını çapıb uzaqlaşdı. Səbəb o idi ki, təqibin sona yetməsinin səbəbi diqqətini yayındırmaq üçün dalbadal atəş açılması idi. Dəstənin kəndi məcburən tərk etməsi, belə bir şey yoxdur. Kərəmin Ağyala getməsinin səbəbi kişinin papağını gətirməyi idi. 2-3-5 B variantı. Gəldik, çıxdıq 412-ci suala. Mətnə səslən cədvəldəki uyğun fikirləri müəyyən edin. Kazaklar uçurum olan ərazini yaxşı tanımırdılar. Bu düzdür də. Çünki orada deyir ki, yaxşı tanımırlar bu ərazini. Belə bir fikir var. Deyir, bələd olmadıqları bu yerdə özlərini təhlükə atmaq mənasız idi. Düzdür. Ona görə Kazaklar idi da bu. Hə, düzdür. Deməli, bir düzdür. Bir düzdürsə, doğrudur. Doğrunun doğruya yazılması doğrudur. Biri götürəcəm. B, D, getdi. Kazaklar dəstədəkilərin papağa görə qayıdacaqlarını bilirdilər. Bu ehtimaldır, uşaqlar. Dəqiq deyil. 2 səhvdir deyə avtomatik C-yə gedir. Cavab A hazırdır. İndi gəl digərlərini yoxlayaq. Dəstədəkilər uçuruma düşməkdən xilas oldular. Bu doğrudur. Xilas olurlar. Dalbadal atəş açırlar, xilas olurlar. Amma yanlış yazılması yanlışdır. Oruc ağa papağanın başında olmadığının fərqində deyil idi. Fərqində idi ki, oğlu da soruşanda ki, ata papağan hanı? O da deyir ki, bəs şeydir də, get papağımı gətir filan deyir hətta. Fərqində deyildi fikri yanlışdır. Yanlışın yanlış yazılması doğrudur. Kazaklar dəstənin üzvlərindən sayca çox idi. Bunu bilmirik ki, ehtimal edə bilərik. Kazaklar dəstədəkiləri ələ keçirə bilmədilər. Bu doğrudur. Ələ keçirə bilmədilər. Ehtimalın da ehtimala yazılması doğrudur. 1-4-5 A variantı. Mətnə əsasən Oruc ağa ilə bağlı doğru fikri müəyyən edin. Dəstənin təqibdən xilas olunmasının səbəbkardır. Xeyr. O, atəş açan kim idi? Kərəm olmalıydı da. Kərəm şimdi deyir ki, yayındırmaq üçün dalbadan atəş açdı. Kərəm güllə kimi gəlir, papaq da əlində. Kazaklar da onu təqib edirlər. Yəni Kərəmi. Kərəm də özünü itirmədən koluqda gizləndi və Kazakların diqqətini yayındırmaq üçün dalbadala atəş açdı. Deməli, mətnə əsasən Oruc ağa ilə bağlıdır deyir. Dəstənin təqibdən xilas olmasının səbəbkarıdır. Bu kimdir? Kərəm. Oğlunun son hərəkəti ilə qürur duyur. O İskəndər idi. Nə idi o? Papaqla geri qayıdan Kərəmi böyük şadyanalıqla qarşılayır. Xeyr, dilucu dilağız eləyir. Şadyanalıqla qarşılamır. Oğlunun özünün təhlükə atmasına razı olmur. Xeyr, razıdır. Elə əvvəlcədən oğluna deyir ki, get mənim papağımı gətir. O da deyir, sabah gedərəm. O da deyir, onda mən sabah qayıdaram. Papağa Ağyalda düşüb qaldığı üçün izdirab keçirir. Bəli, narahatdır. Çünki o vaxtı kişinin papağı namus hesab olunurdu. İndi bu cür düşüncələr biraz daha unudulub da, amma o vaxtı fikirləşirdilər ki, kişinin papağı atdır, papaqdır, bir də arvaddır, belə deyirdilər hətta. Yəni ona görə izdirab keçirir, ona görə Y variantı doğru cavabdır. Oyda, zıppıltı, həqiqi məcazi və ən zəhləm gedən. Niyə? Çünki mətn o birisi səhifədədir. Baxaq o tərəfə. Üzərinə rəqəm demişdi. Deyəsən, üzərinə rəqəm demişdi. Deməli, mən bu tərəfdən bir dənə özüm üçün ağ lövhə fason bir şey açıb oraya yazıram ki, sonra mətnə qaydanda biraz əziyyət çəkməyim. Və qələmim də belə götüreyim. Birinci söz. Birinci sözdə nədir? Bu. Birinci sözdə nə deyir? Sükut çökdü. Sükut çökdü məcazi mənadadır. Buraya yazıram məcazi. Sonra ikinci söz. Sükutun soyuq buzlarını İsrafil parçaladı. Buzu parçalaya bilərsən, amma
Sükutun buzunu parçalamaq məcazidir. 2 də məcazi. Sonra keçirəm 3-ə. Atın ayaqları. Atın ayağı həqiqidir. Sonra keçirəm 4-cüyə. Baxışlar Kərəmin getdi. Yox, o deyil. Dəqiq gizləndi. Kolluqda gizləndi. Həqiqidir. Sonra keçirəm 5-ə. Uzaqlaşdı. Bu da həqiqidir. Şo. İndi keçirəm ha tərəfə, bu tərəfə. 414-cü suala. Doğruları istəyirdim öndən deyəsən. Hə, doğruları istəyir. İkisini silirik. İndi baxaq görək doğru hardadır. 1-ə məcazi yazıb, 2-yə məcazi yazıb, 3-ə həqiqi yazıb, 4-ə həqiqi yazıb, 5-ə həqiqi yazıb. Problem yoxdur buralarda. Bəs problem hardadır? Sənə deyir mətndəkindən fərqli mənada. Mətndəkindən fərqli mənada deyilsə, məcazi isə nə olmalıdır? Həqiqi. Suyun dibinə çökmüş lil təbəqəsi onun içməli olmadığını göstərirdi. Düzdür. Mətndəkindən fərqlidir. Çünki həqiqidir. Biri götürəcəm. 2-də deyir, incə bir diqqət Rübabənin könlünü parçaladı. Könlünü parçalamaq nədir? Məcazi. Könlünü parçalamaq məcazidir. Bu da məcazidir. Qabağındakı da məcazidir. Deməli, 2-ni silməlisən. 2-ni silməlisən. A getdi, C getdi, D getdi. Sonra, futbol oynadığı üçün ayaqları sızıldayırdı. Burada həqiqidir. Bu da həqiqidir, bu da həqiqidir. Ona görə B də getdi. Çünki həqiqidirsə, qabağında məcazi olmalıdır. Burada hamısı həqiqidir. 3 də getdi. Qalır düzgün cavab variantı Y bəndi. 1, 4, 5. Çünki 4-də dahilərin qüdrəti sözlərin ruhunda gizlənir. Burada gizlənir məcazidir, mətndə həqiqi. Getdikcə yazı pozudan uzaqlaşır. Mətndə həqiqidir, burada məcazi. 1, 4, 5. Sonra gəldim, çıxdım 415-ci sual fason bir şey. Onun gedişi acı bir faciə kimi Oruc ağanın sümüyünə, iliyinə işləyib onu çox sarsıtdı. Kimin gedişi? Əlbəttə ki, o şey var ya, kişi, nədir? Kərəm. Çünki o getmişdi papaq gətirməyə, bax o hissəyə artırılır. Deyir, qəfildən at ayaqlarının tappıltısını eşitdi, dərəni toz duman bürüdü. Baxışlar Kərəmin getdiyi səmtə ağ yala dikildi. Və bundan Oruc ağa narahat olur. Onun gedişi acı bir faciə kimi Oruc ağa sümüyünü, iliyini işləyib onu çox sarsıtdı ki, niyə getdi? Kərəmin papağın dalınca getdiyini anlayan İsrafil sanki qəflət yuxusuna ayıldı. Ona görə boşluğumuz olacaq nə? 4. Cavab olacaq 4. Bu hissə. Sonra bu da getdi. Gəldik, çıxdıq axırıncı açıq suallarımıza. Deməli, sözlərin qarşılığıdır deyir. Sözlərin qarşılığını istəyir. İstəyir, istəsin də. İstəyir, istəsin, indi baxırıq. Deyir, deməli, birinci sözümüz nədir? Təqib edirlər. Təqib etmək sözünün mənası nədir? İzləmək. Kimisə arxasıca düşmək, izləmək. Birinin ardınca düşmək, dalınca getmək, izləmək, belə yaza bilərsiniz. İkinci söz dilağız etməkdir sözümüz. Dilağız etmək, minnətdarlıq eləməkdir. Yəni, dilucu minnətdarlıq elədi, razılıq elədi, təşəkkür elədi, dilağız eləmək. Bir də ürəyi böyüdü, qürurlandı anlamındadır bu. Sevindi də, elə bil, ürəyi böyüdü, sevindi, fərəhləndi. Belə yaza bilərsiniz qarşılığını. Təqib etmək, izləmək, arxasıca düşmək, dilağız etmək, təşəkkür etmək, razılıq etmək, ürəyi böyümək, sevinmək, fərəhlənmək. 417. Xarakteri xüsusiyyət deyirsə, nə yazmalıyıq? Söz. Oruc ağa ilə Kərəm. Oruc ağa deməli, inadkardır, tərsdir. Çünki orada deyirik, Oruc ağanın inadından dönmədiyinin dəfələrlə şahid olduğu üçün susurdular. Deməli, bu adam necəymiş? İnadkar. Oruc ağanın birinci xüsusiyyətini yazırıq, inadkar.
Sonra deməli. Oruc alanın güvəndə olub heç nə demədim. Elimizin adətidir, oğul var burada məsələn. El adətlərinə sadiq qalır deyə sədaqətli deyə bilərik. Deməli, Oruc ağaya iki xüsusiyyət dedik. Sədaqətli və inadkar. Sədaqətli də ona görə ki, elin adətlərinə sadiq qalır. İnadından dönmədiyin dəfələrə şahid olduqları üçün sustular. Biz də deməli bu kişiyə nə deyirik? İnadkar deyirik. Getirəm Kərəm kişiyə. Kərəm kişi əlbəttə ki, cəsurdur. Niyə? Çünki Kərəm gedir, atı çapır, ağ yala gedir ki, sırf ki, bu papağı gətirsin. Papağı gətirməsi üçün cəsurdur, cəsarətlidir, fədakardır deyə bilərik. Papağı üçün öz canından belə keçməyə hazırdır. Fədakardır və görürsünüz, özünü itirmir. Özünü itirmirsə, yəni qorxmaz deyə bilərik. Cəsur, cəsarətli, qorxmaz, fədakar mərd. Bir də düşüncəli də gedər ha bu arada. Çünki Oruc ağanın kədərləndiyini görür burada. Gedir şeyi gətirməyə, avtomatik, papağı gətirməyə. Yəni Oruc ağanı düşünür. Ona görə düşüncəli də deyə bilərik. Yardımsevər olar. Yəni kömək eləyir ona. Müəyyən dərəcədə yazmaq olar. Tam amma oturmurmuş kimi gəlir. Çünki yardımsevər bilsən necə pul yardımı filan eləyənlərə adətən aid olur ona görə. Bəli, Oruc ağaya qürurlu yazmaq olar. Qüruruna sığışdırmır papaqsız getməyi, doğru. Papağın Oruc ağaya gətirilməsində İsrafilin də rolu var. Papağın Oruc ağaya gətirilməsində yalnız Kərəmin rolu var. Əsaslandır deyir. Deməli, burada birincini seçəcəyik. Papağın Oruc ağaya gətirilməsində, buna quş qoyacaq. Papağın Oruc ağaya gətirilməsində İsrafilin də rolu var. İndi səbəbini deyirəm. Çünki yazırsınız. Çünki mətndə deyilir ki, Kərəmin papağının dalınca getdiyini anlayan İsrafil sanki qəflət yuxusundan ayıldı. Çevik bir hərəkətlə atın belinə sürüb Kərəmin arxasınca çapdı. İsrafil ağ yala çatanda gördü ki, Kərəm güllə kimi gəlir, papaq da əlində. Kazaklar da onu təqib edir. Yaxında koluqda gizləndi. Kazakların diqqətini yayındırmaq üçün dalbadal atəş açdı. Kərəmə də elə bu lazım idi. Atını çapıb uzaqlaşdı. Deməli, İsrafil indi daşlar oturdu məndə tam. Deməli, bu İsrafilin. İsrafil gedib şərait yaratmasaydı, Kərəm papağı gətirə bilməyəcəkdi. İsrafil gedir, orada özünü itirmədən gizlənir və kazakların diqqətini yayındırmaq üçün atəş açır. Ondan sonra da Kərəm də elə bu lazım idi, atını çapıb uzaqlaşır. Ona görə təkcə İsrafil, yəni təkcə şeyin, nə deyirsiniz? Təkcə o kişinin adını Kərəmin rolu deyil də, yəni bu deyil. Cavab olur birinci. Əsaslandırma da ona görə ki, İsrafil gedir, orada gizlənir, atəş açır, kazakların fikrini yayındırır, Kərəm papağı gətirə bilir. Altından xətt çəkilmiş cümləni, üslubu xüsusiyyətlər. Yaxşı təlim görmüş atlar uçurumun üstündən atlanıb o biri taya keçdilər. Yaza bilərsiniz. Yaxşı təlim görmüş atlar uçurumun üstündən qırat kimi atlanıb o biri taya keçdilər. Mən elə yazardım məsələn. Qırata bənzətmə eləyərdim. Ya da ildırım sürəti ilə atlanıb o biri taya keçdilər. Təlim görmüşün yerinə nəzərən yaxşı təlim görmüş, dərs almış atlar zənginləşdirin deyir. İldırım sürəti ilə yazmaq olar sonra. Nəysə, hansısa heyvana bənzətməklə ancaq. Başqa yolu yoxdur. Qırat kimi,
ildırım sürəti ilə belə. Fərqli nəsə yazıbsınızsa yazın gəlsin. Neysə, gəlmədi. Yəqin ya eyni yazıbsınız, ya ümumiyyətlə yazmamısınız. Mənim problemim deyil. Deyir cəsarət. Dünya görmüş at nədir? At qoca zaddır bəyəm. Adamdır at. Dünya görmüş at. Cəsarət təhlükəli vəziyyətdə üzə çıxır. Bu fikri mətndəki kimlə əlaqələndirmək olar? Əlbəttə ki, Kərəmlə. Kimlə əlaqələndirəcəyik? Kərəmlə əlaqələndirəcəyik. Çünki yazırsınız ilk cümləniz. Bu fikri mətndəki Kərəm obrazı ilə əlaqələndirmək olar. Çünki Oruc ağanın papağı düşmüşdü və onun papağını gətirmək təhlükəli idi. Lakin, üçüncü cümlənizi yazın. Lakin təhlükəli olmasına baxmayaraq Kərəm cəsarətli davranır və gedir Oruc ağanın papağını gətirə bilir. Və bu təhlükəli vəziyyətdə biz Kərəmin cəsarətini görürük. Bu tərz cümlələr yazmalıydınız. Belə.